Kia Sportage Amerika bazarı üçün nəzərdə tutulan maşındır. Qəza ilə, vuruqla gəlib Azərbaycana yoxsa heç bir qəzasız? Bez kraskalı qəzasız. Qardaş deyir ki, heç bir qəzası olmayıb maşının, Amerikada belə olmayıb, Azərbaycanda da olmayıb. VIN kodunu da yazıb, maraqlananlar baxa bilər. Maşında təbii ki, indiki elə bir vəziyyətdir ki, karpaksını çıxarmaq 2x2-dir. Daxil olursan VIN koduna yazırsan, maşının bütün DTK-sı çıxır və bütün qapılarda, kırılarda birkalar hamısı üstündə. Hamısı üstündədir. Qardaş deyir, bütün detalları özünündür. Salon da rəngi əladır. Şokolad rəngidir də deyək salon. Hə. Çox ideal rəngi var salonu. Adətən oturacaqların məhz hissələrində didilmələr olur. Bu fikirləşirsə, oturacaqda heç bir didilmə, sökülmə yoxdur. Yəni, çox əla vəziyyətdədir. Full komplektasiyadır. Bəli. Panorama dam. Full komplektasiyadır. Maşın damını görürsünüz. Panorama dam. 2 turbo benzindir. 2 turbo benzin. 265 at gücü. Yürüyüşü nə qədərdir qardaş? 98.000 mil, 158.000 kilometr. 158.000 kilometrdir yürüyüşü. İli, bir daha xatırladaq ilini. 2017-ci ildir. Panoramadan vurğuladım. 2017-ci il. Bəli. Yürüyüşü də ki 158.000. 158.000. Real alan olsa neçə verəcəksiniz maşını? 29 ilə 28-ə verərəm. 28-ə. Xatırlayırsınızsa bu avtomobillərin bazar qiyməti bilirsiniz də 3-4 ay o hansı ki Çin bazar maşınlara Azərbaycana idxal olunmazdan qabaq bu maşınlar əməlli başlı 35-dən 30-dan yuxarı başlayır. 35 min. Bəli. Görürsünüz hara qədər enib. Və Kia Sportage'in də duruşu, vidi, yəni bunun da öz həvəskarları və öz sevənləri var. Ənənəvi olaraq bu maşının artıq bütün xüsusiyyətlərinə bələd olan insanlar var. Bazardadır, populyarlığını qoruyub saxlayır, alıcısını gözləyir. Qardaş da deyir ki, real alıcı olsa, gəlsin bazara və yaxud mənlə əlaqə saxlasın. Əlaqə nömrənizi deyən zəhmət olmasa? 055 055 355 355 1354 1354. Bəli. Kia Sportage. Yaxşı vəziyyətdədir. Bazar dili ilə desək, bez kraskadır, yəni heç bir qəzası olmayıb. Qardaş, arxa qapını açır və arxa qapıdan biz yenidən salona müşahidə aparaq. Görürsünüz, heç elə bir ki, insan oturmayıb içində. Görün, dəridə qırışmaq, didilmək, rənginin solmağa heç bir şey yox. Çox əla vəziyyətdir. Bagaj sensorda özü açılır. Yük yeri də özü açılır. Yəni, adətən bəzi avtomobillərdə full komplektasiya olsa belə, o müəyyən funksiyalar var. Açar üstündə olanda özü açılır. Açar olmayanda da belə bir dənə knopkadır, basılır. Bilirsiniz, yəni ki, başqa dərdə böyük bir yeri var. Yəni, Sportage artıq o xüsusiyyətlərini deməyə ehtiyac yoxdur, çünki hər kəs bilir Sportage necə bir maşındır. Bəli, bu Sportage yaxşıdır, qəzası olmayıb, salamat maşındır və bazarda faktiki olaraq alıcısını gözləyir. Bir toxunuşla yük yeri örtülür. Bəli. Yəni, bu maşın Amerika bazarı olduğuna görə limited deyək də, full komplektasiya. Bəli.